Ay məhəbbətim. Şəkər bura bəziyirdi, birinə də sənin adını yazdıq. Ona baxım. Bura mənim adım deyəndə məhəbbıbı yazmışsan. Bəs ətanı? Ay məhəbbətim, şəkər buraya ət vurmurlar axı. Onu demirəm. Ay can. Onu demirəm. Can. Deyirəm ki, Can. bax görsən yazırsan məhəbbıbı. Məhəbbəbə. Ay sağ ol. Bəs məhəbbətin əti hanı? Ay məhəbbətim, sən bayaqdan desəydin, mən bu şəkər buranı ətdə yeyərdim də. Onu demirəm. Ay can, ət vurardım. Evdə əlifba kitab var. Yoxdur, yox, təzədən başlayarıq, evi yoxdur. Deyirəm ki, bax, bura nə yazıb əzizim qadına, nə yazıb bura? Məhəbbəbə. Azim, məhəbbıbı. Bəs ət hanı? Fuydusu da. Həsəbləşməyən məhəbbətim, deyirəm sən mal ətin deyirsən, yoxsa döyük əti. Döyük əti, nə mal əti? Deyirəm məhəbbətin əti hanı? Ay məhəbbətim, sən də tanışdın ki o? Ay dünya! Ay ana, mənim yerə ətli doğdur ay ana. Deyirəm ki, bax bunu bastıqala. Ay can. Bastıqala. Nə bu qadınlarım, niyə istənmirsən? Bastıqala. Bax buna yazıb məhəbbübü. Məhəbbübü. Bəs ət hanı? Boşuna dönüm, şəkər boruya ət vurmurlar. Ay dünya, mənim niyə ətimi yiyirsən ay dünya? Ətini yox etsin, məni öldürdün. Mən burada qalanmaram, nə 5 dəqiqədə. Bu niyə getdi başı? Yəqin ətli şəkər bunu istəyirmiş. Eləmi? 3.